Bir aile hikayesi var Rahim Bey. Ümumiyyətlə, Pərverdigar aləm yer üzərində Qur'an-ı Kərim göndərdi. Qur'an-ı Kərimdən əvvəl 124 min Peyğəmbər göndərdi. Sonuncu bizim Peyğəmbər Muhammed Mustafa sallallahu aleyhi və səlləm göndərdi və ondan sonra ta 12 imama qədər bütün imamları göndərdi. Məqsəd nə idi? Məqsəd bu idi ki, onlar bizə nümunə olaraq göndərilib. Yaxtağı müəllim qeyd elədi, bizə nümunə olaraq göndərilib. Biz bu günlərim Allahın göndərdiyi qaydanı, Qur'anı, Peyğəmbər və Peyğəmbərin həyatında olanları, imam və imamın həyatında olanları özümüzə nümunə göndərsək, bu günlərin bu sosial durumda olan problemlər heç biri olmaz. Mən nə üçün dedim, ana qayğısına ehtiyac var. Bu şəri qaydadır. Mən şəriət qaydasını deyirəm. Bizim sosial tərəfdən cəmiyyətimizdə olan bugünkü problemlər var. Amma o problemlərə görə biz şəriəti kənara ata bilmərik. Biz zaten şəriətdən kənarlaşmışıq deyənə bu problemlər var. Biz Peyğəmbərdən uzaqlaşmışıq deyənə bu problemlər var. Biz imam və onların həyatlarının tərzindən, gözəlliyindən baxmayaraq, sadəcə zahirdə o pərdəni saxlayıb, onlardan kənarlaşmışıq deyənə bu gün o problemlər var ki, bu gün o 5 uşağa kimsə deyiriksə yaxın durmaz. Yox, mən əleyhinəyəm. Yaxın duran insanlar var. Belə deyək də, belə deyirlər, pavaq altında yatan insanlar. İndi həqiqət